Buraxılış və blok imtahanına hazırlaşırsan, fərq etmir və mütəmadi olaraq ya ətrafından, ya da daxilindən bu səsi eşidirsən. Buraxılış imtahanına hazırlaşanın və ya abituriyentin gecəsi, gündüzü olmamalıdır. Ancaq bu fikir nə qədər düzgündür, bugünkü videoda onu müzakirə edəcəyik. Yəni həqiqətən də abituriyentin gecəsi, gündüzü olmalıdırmı, dayanmadan dərs çalışmalıdırmı, heç dincəlməməlidirmi? Bunu bugün bu videoda araşdıracağıq. Kanalıma xoş gəldin. İlk olaraq bu cümlədən başlayaq. Abituriyentin gecəsi, gündüzü olmamalıdır tam bir əfsanədir. Çünki bu reallıqda, istəyər gerçək həyatda, istəyər də iş həyatında da normal bir şey deyil. Bir şey düşün, məsələn, bir uc örnək verəcəm. Məsələn, bir sport maşını düşün. Hər hansı bir sport maşını, ən sevdiyim maşın da ola bilər. Bu maşın dayanmadan yol gedir və bunun benzini bitir. Daha sonra isə maşının sahibi deyir ki, yox, sən sport maşınsan, sən hələ də davam etməlisən. Sən benzinin bitsə də sənin gecən gündüzün olmamalıdır, daima yol getməlisən. İndi sənə bir dənə sual verəcəm. Səncə bu maşın hərəkət edir, yoxsa dayanar? Əlbəttə mən biraz maşından nümunə verdim, bir də insanı düşün. Səncə insan limitsiz enerjisi olan bir varlıqdırmı? Yəni bu sualı bir özünə ver. Həqiqətən də sən limitsiz enerjin olsaydı, daima 10-15 saat, 20 saat dərs çalışardın, heç yorulmazdın, heç qidaya ehtiyacın olmazdı, heç yuxuya ehtiyacın olmazdı ki, sən əgər dincəlməməlidir fikrini təsdiqləyirsənsə, hər halda qidaya və yaxud da yuxuya ehtiyacın yoxdur deyə düşünürəm. Və yaxud da bu biraz şəhər əfsanəsindən başqa bir şey deyil. Dincəlmək dedikdə nə başa düşülür? Əslində dincəlmək nədir? Dincəlmək dedikdə ilk ağlına 100% telefon gəldi və yaxud da ki, gəlmədi, fərq etməz, amma çoxunluğunuzun ağlına telefon gəldiyini fərz edirəm. Instagrama girmək, Reels izləmək, YouTube videoları izləmək, boş-boş vaxt keçirmək və yaxud da ki, oyun oynamaq, bu bizə dincəlmək adlandırdığımız, dincəlmək qəlibinə saldığımız bir hobilərdir. Ancaq bunlar dincəlmək deyil. Əksinə, məsələn, sən dərs oxuyarkən beynini %100 yorursansa, telefon oynayanda %20 yorursan. Yəni beynin dincəlmir. Sadəcə biraz daha az yorursan və sonra da telefonu buraxdıqdan sonra belə deyirsən, nəsə dərs çalışmağım gəlmir, nəsə istəmirəm oxumaq, biraz həvəssizəm, biraz motivasiyam ölür, biraz ruh düşkünlüyü var, biraz yorğunam, yuxum gəlir kimi ifadələr işlədirsən. Bu da sənə sübut etdirir ki, bunlar həqiqətən də istirahət deyil. Yəni düzgün istirahətin necə olmalıdır? Düzgün istirahət telefondan bağımsız bir formada, telefonsuz, sosial mediasız, ekransız, monitorsuz olmalıdır. Təsəvvür et ki, məsəl üçün, indi 2026-cı ildir. 1916-cı ildə istirahət dedikdə səncə ağıllara telefon mu gəlirdi? Bunu bir də sən düşün. İndi isə deyə bilərsən, Meyrac, düzgün istirahət sistemi necə olmalıdır? Düzgün istirahət necə qurulmalıdır? Nə edək ki, Meyrac, qısa sürədə toparlanaq və dərs çalışmağa qaldığımız yerdən gözəl bir şəkildə davam edək. Onun üçün də xüsusi taktikalarım var. Gəlin indi onlara keçək. İlk olaraq meditasiya və nəfəs texnikalarından başlayardıq. Meditasiya dedikdə 100% o ağlınıza kinolarda olan o səhnələrdən biri gəldi. Ancaq meditasiya həqiqətən də onunla limitli qalmır. Meditasiya heç bir şey düşünmədiyimiz 1-2 dəqiqəlik periodlardan ibarət bir zehin məşqidir. Meditasiya edən insanlar etməyənlərə nəzərən daha da uğurlu olurlar. Çünki sınaq olsun, imtahan olsun, həyatın müxtəlif sahələri olsun, bu meditasiya öz təsirlərini göstərir. Məncə meditasiya tək imtahana görə yox, bütün ömür boyu ediləcək gözəl bir texnika olmalıdır. Meditasiya haqqında yetər qədər araşdırma var, amma da yenə də deyil. Meditasiya zamanı gözləri qapayırıq və 1-2 dəqiqə boyunca beynimizdə heç bir şey düşünməməyə çalışırıq. Düzdür, ilk başlarda çətin olacaq, amma müəyyən müddətdən sonra öyrəşmək olur. Və həqiqətən də ilk həftədə olmasa, ikinci həftədə əminəm ki, özündə dəyişkənlikləri hiss edəcəksən. Bir digəri isə nəfəs texnikaları olardı. 4-4-4, 4-8-4, 4-6-4 istədiyin bir nəfəs texnikasını hansı ki sənə uyğundur seçib edə bilərsən. Nəfəs texnikası nədir? Məsələn, 4-4-4-dən nümunə götürək. 4-4-4 texnikası necə bir şeydir? Məsələn, sən nəfəs aldın 4 saniyə, saxladın 4 saniyə və verdin 4 saniyə. Bu istər-istəməz stresi azaldır, kortizolu düşürdür və səni əvvəlki kimi beynini açdığına görə, beynini oksigenlə tam təmin etdiyinə görə əvvəlki kimi dərsə daha da fokuslanmış bir şəkildə davam edə bilərsən. Bu xüsusən də məsələn Pomodoro texnikası ilə çalışanlarda 5-10 dəqiqəlik istirahət dilimində edilə biləcək gözəl istirahət texnikalardan biridir. O 5 dəqiqəni telefonda keçirməkdənsə bu texnikaları edərək də tez bir zamanda toparlanıb sıfırdan saf bir 25 dəqiqəyə yeni bir başlanğıc ata bilərsən. Ki bu da əminəm ki sənin çalışmalarına böyük müsbət təsir göstərəcək.
Bir digəri isə təbiət yürüyüşləri olardı. Bəlkə də şəhərdə yaşayırsan, amma fərqi yoxdur. Arada sırada yarım saat, 45 dəqiqə, imkan varsa 1-2 saatlıq yürüyüşlərə çıxmağını istəyirəm. Və yürüyüşlərə çıxan zaman çalış ki, musiqiyə mümkün olduğu qədər az dinləyəsən. Çünki düşüncələrinlə baş-başa qalır, özünü analiz edir, özün haqqında müəyyən düşüncələrə və mülahizələrə qapılırsan və özün haqqında müəyyən şeylər düşünürsən. Məsələn, buraxılış necə olacaq, blok necə olacaq, buraxılış üçün proqram necə olmalıdır, təkrardan hansı mövzuları getməliyəm, hansı mövzuları təkrar etməliyəm, hansı mövzularım zəifdir, hansı mövzularım güclüdür. Bunu yol boyu təbiət yürüyüşlərində özünlə də müzakirə edə bilərsən. Və yaxud da müzakirə etmə, sadəcə təbiətdə yeriyərək sinir sistemini regulasiya edib yenidən əvvəlki kimi dərs çalışmağa qatıla bilərsən. Əminəm təbiətin səsi, küləyin mehi gəlsin, başqa bir şey olsun və bunlar insana istər-istəməz müsbət təsir edən amillər olduğuna görə dərsə sanki yenidən canlanmış, yenidən başlamış kimi yenidən adaptasiya ola biləcəksən. Gerçək bir hobin olsun. Gitar çalarsan, piano çalarsan, rəsm çəkərsən və ya mənim kimi fitnesslə məşğul olarsan. Bunlar verdiyim nümunələr idi. Əlbəttə, sənin də özünə məxsus hobin varsa, onunla məşğul ol. Məsələn, kanalın bəzi izləyicilər var ki, müəyyən mövzuda, məsələn, tarixi kinolara və yaxud da müəyyən ölkənin kinolarına baxmağı çox sevirlər, zehni olaraq əlbəttə. Yəni deyə bilərsən ekranda keçən bir şeydir. Onlar amma limitli olduqda bir zərəri olmur. Məsələn, ailəvicə baxılan bir kinonun, uşaqlarla oynanan PlayStation oyunlarının məncə bir zərəri yoxdur. Çünki onlar bağımlılıq etmir və onlar nadir hallarda rastlanan şeylərdir. Əgər dincəlməyi belə bacarırsansa, belə də bacarırsansa, belə dincələ bilərsən. Və power nap. Bir neçə videomuzda power nap haqqında söhbət etmişdik. Bu yuxu fazaları müddətində dərin yuxuya keçmədiyinə görə daha tez ayıla bilirsən ki, bu da sənə çox faydası olan bir şey olacaq. Məsələn, dərs oxudun, artıq yoruldun və yenidən dərsə qayıtmaq istəyirsənsə, power nap eləyərək də yenidən dərsə adaptasiya ola bilərsən. Məsələn, işlədin, çalışdın, yoruldun. 20-25 dəqiqə yatdın və dərsə yenidən davam etdin. Və yaxud da ki, sevdiyin bir musiqi dinləyərək müəyyən bir şeylə məşğul olmaq. Məsələn, sevdiyin bir musiqi olsun, açdın, onu qulaq asa, məsələn, evi yığışdırdın və yaxud da bir şəkil çəkdin, daha hobi olsun deyə sevdiyin musiqiyə qulaq asdın və bu da sənə çox böyük faydası oldu. Musiqinin də müəyyən qədər bir ritmi olsun, müəyyən şeylər olsun, sözlərinə diqqət et, xüsusən də mənfi təsir etməsin. Bunları nəzərə alaraq musiqi seçimində də müəyyən şeylərə diqqət edə bilərsən. Bu da səni imtahan ərəfəsində motivə edəcək şeylərdən biri olardı. Bu gün imtahana hazırlaşanların həqiqətən də bu sualı cavablandırdıq ki, abituriyentin gecəsi gündüzü olmamalıdır yoxsa yox. Əgər sən olmamalıdır deyirsənsə, öz yolunla davam edə bilərsən. Əminəm ki, nə demək istədiyimi ən azı 2-3 həftə sonra özün başa düşəcəksən. Ancaq dincəlmək istəyirsənsə, nə xoş bu videodakı taktikalarda istifadə edə bilərsən. Əminəm faydalı bir video oldu. İzlədiyin üçün təşəkkür edirəm. Sağ ol. Salamat qal.